Mayın 6-sında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı o zamanki ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. O bildirib ki, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. Anar Əliyev qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb, möhtəşəm tarixi zəfər qazanıb. O, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Nazirlik üzrə Salatın Əsgərova 85 ünvanlı ərazi partiya təşkilatının fəaliyyətindən ətraflı bəhs edib. Nazirliyin aparatında və tabeliyindəki qurumlarda 96 ərazi partiya təşkilatının yaradıldığı, Nazirliyin 5500-ə yaxın əməkdaşının partiya üzvü olduğu xüsusi qeyd edilib. YAP sədrinin müavini mərkəzi aparatın rəhbəri Tahir Budaqov isə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, hələ Sovet dövründə Ulu Öndərin gördüyü işlərin Azərbaycanın sonralar müstəqil dövlət kimi inkişaf etməsində mühüm rola malik olduğunu, Respublikamıza rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli tərəqqi yoluna çıxardığını qeyd edib. YAP sədrinin müavini bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bugün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən bir məkanda söz sahibi kimi böyük nüfuza malikdir. Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş Nazirliyin 144 əməkdaşına üzvlük vəsiqələri təqdim olunub. Partiyaya yeni üzv qəbul edilən əməkdaşlar çıxış edərək göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.